Bu sosial-iqtisadi reallıq fonunda ə, əmək bazarına getdiyimiz vaxt ə, ə, özümüzü realizasiya etməyimiz nə qədər gözləniləndir? Təbii ki, bir dil faktoru var, sizin qeyd etdiyiniz. Ondan əlavə bir sosial-iqtisadi bərabərsizlik də var. Və ümumicəndə bu faktorlar bizi əmək bazarında harasa aparıb çıxarmalıdır. Am, Əslində əmək bazarında qoyduğumuz əməyi götürə bilmirik, bu birincidir təbii ki. Və əmək bazarında biz istədiyimiz yerə gələ də bilmirik. Bunun da təbii ki, ən başlıca səbəbi dil bariyeridir yenə. Dil bariyerinə görə əmək bazarında olmağımız demək olar ki, 5 nəfərdən 2 nəfər əgər dili və ya dili yaxşı səviyyədə bilirsə, o zaman o gedəcək, işləyəcək, amma eyni səviyyədə işləyəcək, maaş olaraq eyni maaşı mı alacaq? Bu da təbii ki, sual altındadır. Və yəni gənclər üçün də bu təbii ki, qorxulu bir andır. Neçə il oxuyursan, amma əmək bazarına atıla bilmirsən. Yəni ekonomi cəhətdən çöküşdür təbii ki.